Wake up! Wake up! Wake up! Wake up! Video çəkməliyəm. Hamınıza salam dostlar. Bugün sizlərlə bərabər Clash Royale oynayırıq. Uzun bir aradan sonra bu oyuna qayıtmaq həqiqətən çox qürur verici bir şeydir. Bu oyunu dünən yüklədim və əvvəlki hesabıma görə qayıtdım. Buradan göründüyü kimi. Dünəndən bu günə, yəni içərik sıxsın deyə o qədər kasmışam ki. Bir dənə buna baxarız zəhmət. Efsanevi sandıq var. Sonra burada nə qədər ödüllərimiz var. Yıldırım sandığı var. Buradan da 2 dənə dev sandığı və digər qutularımız var. Takımı göstərəcək olarsam, takım belədir. Əvvəlki hesabımda deyə biraz oyuncular köhnədir, amma yəni, bugün inşallah bir dənə efsanevi açacağıq. Adlarından çox istədiyim Mega Şövalyedir. İkinci Elektro Büyücüdür, üçüncü də Kıvılcımdır. Tomluq Skavay halımız. Keçək, əvvəlcə qutularımızı açaq. Şimdi ödül alaq. Mini Joker kart. Sonra buradan İldırım sandığından başlayalım da. Ya Allah. Bugün net garanti bir dənə efsanemiz var. İstanbul. Buradan hansında işim. Barbar istifadə eləmirəm olsun. Kosbaşı da istifadə eləmirəm. Tesla gərəksizdir. Elektron ruhu gərəksizdir. Milyonlar gərəksizdir. Top gərəksizdir. İskelet hamısına gərəksizdir. Heç olmaz. Ona bərəkət deyək. 10 dənə ender kart gəldi. Joker kartı. Bunu alaq. Buradan golemi seçəcəm mən. Çünki yenidir. Buradan bunumuzu alaq. 2 dənə destansı Joker kart. Və Kader anı. İnşallah Mega Şövalye çıxar. Hələ qabağımızda bunlar da var. Bunları da inşallah gələn videolarda açacağıq. Onda başlayaq. Ya Allah, bismillah deyək və Mega Şövalye çıxsın. Hadi. Hayda. Bu qədər bəxtsizlik olmaz O qədər efsanevi arasında elə madən çıxdı. Nasıl da var idi da məndə. Bunların arasında, bu qədər o oyuncuların arasında gəlir. Söz tapmayalım da. Keçək bunları açıq, bunlardan sonra efsanevi çıxanlar. Ama onlar sonra aşağı çıxdı. Efsanevi açıq. Maçıq. Bunlar yeni gəldi. Onlarla bunlar yoxdur. Ama qəşəng şey. Aşağıda. Altında da var. Buna var. Üçüncü. Bu arada daha sonra videolar gelmeyi istiyorsanız kanalına abone olmayı, like atmayı unutmayın. Şimdi gördüğümü ilk defa görüyorum. Hadi nasip et bana. 50 lira joker kartı. İsteyim. Ne anlatıyor? Elektro ruh çıxır ancaq. İstifadə eləmədim bu taş və son olaraq efsandı. Ürün dedim kəsən. Sıradan ender destansı deyəcəyim, amma ender çıxır. Belə yaxşıdır. Büyücü istifadə edirəm mən. Yeni salonlarımıza baxaq. Uşaq birliyi. Yüksəldik. Çoğunlukla bunları oynayacağım diye yok. Sadece yani səviyyəmi yükseltmək üçün yüksəldirəm. Ürün devin çox yüksəlsə istifadə edirəm. Baxmışdım onu. Yaxşı karakter oxşayır. Benim bununla istifadə edəcəyimi düşünmürəm. Buradan onu keçək ilk oyunumuzu oynayaq. Ya Allah deyək. Adım bu arada Nightmare Leon'du da. Səhvdir. Onu əvvəlki hesabımda dedi o.
Herhalde qalıb indi. Dəyişmək üçün də nə qədər daş istəyirəm də verəm mən. Neyse, uzun bir aradan sonra mal uzun danıştırmayalım. Yaşa, gözləməyimiz yaxşı oldu. Nə qədər olursa xeyirdir. Biraz apardı sayı. Bu da bir gözüm var. Kraliyet məndə evrimli, prosta indi evrimə hələ şey keçəli deyildi. Yüzünə sağlayın. Yüzü çox qəşəng hasar verir. Sana qədər də yaxşı deyil ama. Mən çox sarılı evrimli kart. Şanslıyıq. Çabasa tutamaz. Hayır. Çok sağ olun. Marinizden şey az şey istediği bırakırım da. Vaktimin güzel bakımı yaşıyorum. Orada pis oldu bir bitirdim. Çok sert ispatladım yani. Bu kadar pis olmazdı. Nasıl bu oyun gitti? Nasıl oldu? Nasıl kesilmez şurada. Tamam. Çok mal oynuyor. Ben o kadar mal oynuyorum ki. Yok lan. Videonun tersinde. Samara çıkana bakın, bir de ben sana bakayım. Ay da bu arada ben madencinin kitabını unuttum yani. Ben de nasıl yapayım, ben size bakayım. Düzdür ama sağlam olsun. Mənfi 33'üne de. İnsaf yoktu yani. Ben de nasıl yapayım, ben size bakayım. Oha 15 bin lira. Neyse yükseldi. Madencinin de 11 seviyede değil. Ama full olmaz diyorsun ya. Bu arada oyun hakkında yani biraz unutmuşum da. Mesela farklı taktikler, farklı challenge'lar falan isteseniz yani çeşitler. Mesela maksimum bir gücünde ordu veyahut da en az mesela elektro ruhu falan olur. Böyle məsləhətlər verirseniz ben de sevinirim. Şöyle astık buradan. Gereksiz bir şey. Hiç olmadı. Bir oyun oynayaq. %80% qalibiyyət oranım var idi. Təxmini. Gəldim bu oyunu duzdum. Orada yabancı videoya düşər. Onun da yeri yoxdur. Gecikdim. Mesela ora biraz hayda. Tam deyirəm ora biraz hasar verə biləcəyim. İskeletlər gəldi. Biraz iksirimiz yığılsın. Yaşa Allah zehir öyle. İleride. Ne diyeyim şimdi? Buradan Kraliyet TV'ni salmak istiyorum prosta. Burada etmeyeceğiz. Yaşaya bak. Biraz mantıksız bir hücumlarına göre. Bunlar biraz hücum dersimiz açılır.
söz versin. Bu arada Free Fire videoları çəkəcəm də. Onun üçün mən gözləməcəm. En çok sevdiğim kart falan bu. Çok güzel hasar veriyor. Canı çok iyi, hasarı çok iyi. İşlerine çok sarf ediyor. Hayda. Goblin sistemadan olsa beraber. 10 saniye kullanmalıyım. Nasıl sorulmaz burada bir döndürüyor. Oyun güzel. Takımımıza. Eşek. Yüreğimizi kuruldu. Bir tane ədalətə baxın. Keçən o mən Force 2 yemişimdə. Bu oyun plus 26. Ya o 6 kupa hara gelir də mən bilmirəm. Şuuruz. Ya o kadar kaldı. Barberler. Başka da hepsi. İnşallah gələn videolarda görüşənə dək. Bu günlük məndən bu qədər. Like atıp abunə olmağı unutmayın. Daha çox belə videoların görmək üçün kommentlərdə fikrinizi də bildirə bilərsiniz. Sağ olun, salamat qalın.